Sosial şəbəkələrdə aktivlik artdıqca kiber təhlükəsizlik baxımından da təhdidlər də artmaqdadır. Əgər statistikaya inansaq, Azərbaycan əhalisinin 60%-dən çoxu aktiv sosial şəbəkə istifadəçisidir. Təbii ki, bunun fonunda istər-istəməz kiber təhlükəsizlik baxımından məsələlər ortaya çıxır. Kiber təhdidlər, eləcə də kiber cinayətkarlıq, həmçinin fərdi informasiyaların üçüncü şəxslərə ötürülməsi baxımından müəyyən qədər problemlər yaşanır. Hörmətli tamaşaçılar, Milli Fikir və İnkişaf İctimai Birliyinin sosial şəbəkələrdə informasiya təhlükəsizliyi layihəsi əsasında növbəti buraxılışa baxırsınız. Verilişimizin qonağı Crossmedia Analitik İnformasiya portalının baş redaktoru Mübariz Göyüşlüdür. Hər vaxtınız xeyirli olsun. Mübariz müəllim, xoş gəlmisiniz. Salamlayıram, xoş gördük. Mövzumuz artıq sizə məlumdur. Biz əsasən sosial şəbəkələrdə informasiya təhlükəsizliyi baxımından hansı tədbirlər görülməlidir və bu istiqamətdə danışacağıq. Ümumiyyətlə tamaşaçılarımıza aydın olsun deyə bir giriş olaraq istərdim ki, sosial şəbəkələrdə informasiya təhlükəsizliyi deyərkən konkret nələr nəzərdə tutulur? Bundan başlayaq. Təşəkkür edirəm və sizin layihənizi çox faydalı bir layihə hesab edirəm. Uğurlar arzulayıram. Həqiqətən də hazırki dünyamızda informasiya ilə idarə olunan dünyamızda, hətta bəzi mütəxəssislərimiz artıq bu müasir dünyamızın, bu informasiya ilə idarə olunan dünyamız üçün infoimperializm deyə bir terminlər də dövrəyə buraxıblar və informasiyanın vasitəsilə bizi idarə edən o qrupların da əlində bu məsələlər çox böyük bir imkanlar yaradırdı. Və belə bir şəraitdə təhlükəsizlik təmin etmək, internetdən gələn təhlükəsizliyi təmin etmək, informasiya təhlükəsizliyini təmin etmək artıq hər bir dövlətin, cəmiyyətin milli təhlükəsizlik hədəfinə çevrilməkdədir. Yəni bir məqsəd kimi qoyursan, hədəf kimi qoyursan ki, mən öz dövlətimin milli təhlükəsizlik maraqlarını təmin etmək üçün həm də informasiya təhlükəsizliyi məsələsini xüsusi diqqətdə saxlamalıyam. Bu əvvəllər də yəni informasiya təhlükəsizliyi məsələsi dezinformasiyaya qarşı mübarizə, ondan sonra yanlış informasiyalar və s. ilə bağlı və sənə qarşı olan təbliğat kampaniyalarına qarşı mübarizə məsələləri olub. Amma bu gün bunun aktuallığı daha da artıb. Niyə? Çünki artıq internet bir anda informasiyanı milyonlarla insanlara tirajlamaq imkanını verir. Bunun yaxşı tərəfi varmı? Var. Siz, biz, təşkilatlar, dövlətlər, digər fərdlər öz fikirlərini bir anda tirajlayıb yüzlərə, minlərə, milyonlara çatdıra bilirlər. Bu, həm də demokratiya, insan hüquqları, fikir azadlığı baxımından çox önəmlidir. Amma başqa bir tərəfdən qeyd elədiyiniz məsələ sizin də layihədə əks olunan məsələ. Bu şəkildə informasiyanın yayılması həm də təhlükəsizlik məsələsini aktuallaşdırır. Saxta xəbərlər də yayılır bu məsələlərin içərisində. Qara təbliğat, qara PR kampaniyası aparılır bu imkanların içərisində. Deepfake məlumatlar yayılır bu informasiyaların içərisində və yanlışı doğrudan, doğrunu yalan informasiyadan ayırmaq çox çətin olur. Deyək ki, siz, mən və yaxud da indi təvəkkülkarlıqdan olsa bir digərləri bu sahə ilə məşğul olan şəxslər burada ayırd eləməkdə, belə deyək də, o müəyyən açar məqamlar var da, onları bildiyinə görə bu saxta informasiyanı doğru informasiyadan ayıra bilir. Amma ümumən götürəndə cəmiyyət bunu edə bilirmi? Bu böyük ölçüdə sual altında olur. Siz təsəvvür edin ki, informasiya təhlükəsizliyi məsələsi ilə dövlətlərin dövlətçiliyinə təhlükə yarada bilirlər. Xalqların, cəmiyyətlərin stabilliyinə, ondan sonra milli təhlükəsizlik məsələsinə və digərlərinə təhlükə yarada bilirlər. Vətəndaş qarşıdurması yarada bilirlər. Yəni, bu məsələlər çox önəmli məqamlardır. Ona görə mən sizin layihəni alqışlayıram. Hesab edirəm ki, qeyri-hökumət təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin yəni belə bir mövzuda layihəni dəstəkləməsi bu önəmli məsələdə kiçicik də olsa bir töhfə verilməsi baxımından çox önəmlidir. Yəni əlbəttə indi deyək ki, bir layihə ilə bu məsələləri həll etmək olmaz, amma
ən azından məsələn deyək ki, bu çıxışlardan, bu tədbirlərinizdən, çalışmalarınızdan bir nəfər də, 2 nəfər də bu məsələdə maarifləndirmək imkanı olarsa, mən hesab edirəm ki, bu böyük bir hadisə olar. Zaten o biz digər ölkələrdə də görürük də. İndi orada yalan, saxta məlumatlar üzərini dövrəyə buraxırlar. Sonra onunla ictimai rəy yaradırlar. İqtidarla xalq arasında, ondan sonra hökumətlə cəmiyyət arasında böyük bir uçurum yaradırlar və öz xalqını öz dövlətinə və hökumətinə qarşı qaldırırlar. Yəni, bir növ qarşıdurma daxildə qarşıdurma, olan bir qarşıdurma. orada etirazlar başlayır, sonra ixtişaşlar başlayır, sonra da silahlı üsyan, vətəndaş qarşıdurması və dövlət və dövlətçilik məhv olur. Mübariz müəllim, siz saxta xəbərlərə toxundunuz. Xüsusən də biz fake newslar barədə ətraflı danışacağıq. Amma bir məsələ mənim diqqətimi çəkdi. Deməli, siz qeyd etdiniz ki, informasiya təhlükəsinin təmin olunması indiki zamanda vacib məsələdir. Gəlin məsələni biraz da daha aydınlaşdıraq və detallara toxunaq. Ümumiyyətlə, söhbət sosial şəbəkələrdən gedir. İnformasiya təhlükəsinin təmin edilməsi necə həyata keçirilməlidir? Yəni, burada, belə deyək, dövlətin rolu nədir, cəmiyyətin rolu nədir və medianın rolu nədir? Çox önəmli məsələdir. Yəni, hər bir tərəf, mən hesab edirəm ki, bu məsələlərdə məsələn, vətəndaş o düşüncədə olmamalıdır ki, getsin dövlət bu işi görsün. Dövlət də o düşüncədə olmamalıdır ki, vətəndaş bu məsələlərdə fəallıq etsin, yəni bizdən daha çox çalışsın. Məsələn, bu qarşılıqlı olaraq birgə bir çalışmanın nəticəsində ortaya çıxmalıdır. Bəs o necə həyata keçirilməlidir? Hansı prosedurlardan keçməlidir? Baxın, artıq sizin elə icra elədiyiniz layihə, elə həmin o dövlət, vətəndaş cəmiyyəti və vətəndaş əməkdaşlığının nəticəsidir. Bunun özü də bir göstəricidir. Yəni sizin layihənin maliyyələşdirən təşkilat dövlət qurumudur. Siz bir vətəndaş olaraq, mütəxəssis olaraq burada bu işi aparırsınız və sizin təşkilat da bu layihənin icraçısıdır. Belə özü həmin o informasiya təhlükəsizliyi məsələsinə kiçik də olsa bir nümunədir. Amma biz bunlarla qane ola bilmərik də. Biz bu cür nümunələri çoxaltmalıyıq. Qarşılıqlı birgə çalışmalar nəticəsində cəmiyyəti daha çox məlumatlandırmaq lazımdır. Bu media savadlılığı deyilən bir anlayışdır. Saxta xəbəri doğru xəbərlə, saxta xəbərin belə deyək, müəyyənləşdirə bilmək imkanları. Yəni o xəbəri yayan saytın domeni önəmlidir. Ondan sonra o xəbərin istinadı önəmlidir. Rəsmi quruma istinad varmı, təsdiqini tapıbmı? Ondan sonra məsəl üçün bu saytı siz ilk dəfədir görürsünüz. Yəni məsələn deyək ki, siz hətta belə bu işlərlə məşğul olan bir ictimai fəal şəxs kimi sayt çıxır qarşınıza, ilk dəfə də belə bir sayt görürsünüz. O zaman bu xəbəri rəsmi mənbələrlə dəqiqləşdirmək lazımdır. Ölkədə rəsmi informasiya agentliyi var, rəsmi qurumların açıqlamaları olur. Onlara istinad eləmək lazımdır. Deyək ki, son bir neçə ayda məsələn belə bir hadisələr baş verdi. Azərbaycan nazirlərinin adından gördüyünüz videolar paylaşırlar ki, sokarın ayrılmaq da olur. Hətta o qədər orijinaldır ki, yəni hətta sizə deyim ki, siz də hazırlaya bilərsiniz süni intellekt vasitəsilə. Təsəvvür edin ki, bu işlə məşğul olan peşəkar, yəni belə deyək də, bu cəmiyyətdə o anarxiyanı, xaosu yaratmaq, aldadaraq pul qazanmaq falan məsələlə məşğul olan şəxslər necə eləyirlər bunu. Hətta cənab prezidentin adından da videoya ayrılmışdı və Azərbaycan rəsmi qurumları bu məsələləri təkzib elədilər. Biz o cür rəsmi məlumatlara istinad olunması lazımdır. İndi ümumiyyətlə desək ki, bundan yəni %100 qorunmaq mümkündür, xeyr. Bu təkcə Azərbaycan bəlası deyil, Azərbaycan üçün problem deyil. Bu Amerikada da problem deyil, bu İngiltərədə də, Rusiyada da, Azərbaycanda da. Yəni bu mənada görürsünüz, məsələn, belə deyək, mesajlar gəlir ki, falan linkə daxil olun, siz bu qədər pul qazanmısınız, falan olub ki, kartınızı göndərin, biz pul köçürdək sizə falan. Artıq müvafiq qurumlar xeyli maarifləndirdilər. İndi o məsələlərin deyək ki, faizi düşüb aşağı. Bütün bunlar hamısı və yaxud da biz 44 günlük müharibədə tez-tez qarşılaşırdıq. Erməni əsilli şəxslər sosial şəbəkədə Azərbaycanlı adı ilə profil açırdılar və orada başlayırdılar yalan informasiyalar yaymağa, talışları
türklərlə bir arada qarşı durmasını yaratmaq istəyirdilər. Sonra ləzgiləri Azərbaycan dövlətinə qarşı qaldırmaq istəyirlər falan. Yəni belə məsələlər çox olurdu və çox yaxşıdır ki, biz 2-ci Qarabağ müharibəsində bu informasiya təhlükəsizliyi məsələsində çox ciddi şəkildə əməl edə bildik. Siz çıxışınızda media savadlığına toxundunuz. Mən istərdim ki, məsələni rəqəmsal savadlıq kontekstində şərh edək. Yəni məsələ təkcə media deyil. Məsələn, elə şəxslər var ki, ictimai şəxslər, onlar bir medianın nüfuzundan daha nüfuzlu görünürlər. Məsələn, tutalım mən Mübariz Göyüşlünün etibar edirəm. Məsələn, onun səhifəsinə görürəm ki, bir məlumat var və tanıdığım adamdır və görürəm ki, o məlumat və ya X bir adamın. O məlumatı oxuyuram və ona inanıram. Çünki mənbə olaraq güvənim var. Amma görürsünüz ki, o məlumatlar belə saxta xəbər olur. Yəni ola bilər ki, şəxs tələsib və yaxud da ki, tam dəqiqləşdirməyib. Eyni hal həmçinin biz etibar etdiyimiz xəbər saytlarında da olur. Siz necə düşünürsünüz? Ümumiyyətlə rəqəmsal savadlılıq hardan başlamalıdır və harda bitməlidir? Mən düşünürəm ki, bunun bitəcək nöqtəsi yoxdur. Amma yenə də məsələn biz ola bilərmi ki, orta məktəblərdə, universitetlərdə məsələn rəqəmsal savadlılığa inteqrasiya edək, bu istiqamətdə mən düşünürəm ki, dərslər keçirilməsi. Yəni media kontekstdə biz məsələni məhdudlaşdırmağımız nə dərəcədə real ola bilər? Bu davam edici şəkildə olan bir məsələdir. Media savadlılığı bu prosesin başlanğıcıdır, sonu deyil. Rəqəmsal savadlılıq da bu məsələdə bunun prosesin davamı kimi təsəvvür edə bilərik və düşünürəm ki, rəqəmsal savadlılıq, internetlə bağlı, sosial şəbəkələrlə bağlı maarifləndirmə işlərini daha da genişləndirməyə çox ciddi ehtiyac var. Niyə? Çünki biz indi sosial şəbəkələrlə bağlı məsələləri müzakirə elədiyimiz halda ChatGPT gəldi çıxdı. Və onun daha yeni versiyaları da var hətta. Bəli, ChatGPT ilə artıq çox saylı proseslər həyata keçirilir. Hətta son məlumata görə Nepalda məsəl üçün ölkə rəhbərini ChatGPT ilə seçdilər. Orada səs verməyə qoydular. 5 nəfər ən çox belə deyək də, ən nüfuzlu şəxslərin adını orada müzakirəyə çıxartdılar və onlardan bir nəfər ictimai fəal, tənqidçi mövqeyi ilə tanınan, cəsarətli çıxışları ilə tanınan bir nəfəri müvəqqəti hökumətə rəhbər qoydular. Mart ayına qədər bu prosesləri o həyata keçirəcək. Yəni Facebook əgər Misirdə inqilab eləmişdisə, Ərəb baharı proseslərini, ChatGPT-də hökumət seçməkdir. Amma mən düşünürəm ki, baxın, biz hələ üzr istəyirəm şikayət eləyirdik ki, ChatGPT ilə məsəl üçün həkim əvəzinə məsləhətləşir, cəmaət oradan dava dərman soruşur, biri dərdini danışır, psixoloq kimi istifadə eləyir falan, amma artıq Nepalda rəhbər seçilir. Mən düşünürəm ki, ChatGPT daha çox paylaşımlar üzərindən, aktivlik üzərindən, amma elə şəxs var ki, məsələn, bir o qədər aktivliyi yoxdur, amma daha yararlı bir insandır və ChatGPT məsələlərlə hərəkət eləmir. O daha çox sosial media çıxışına hərəkət edir. Nə qədər informasiyalar çoxdursa, o informasiyalar sadəcə toplayır. Hələlik ki, o qədər geniş təhlil eləmir. ChatGPT-nin missiyası nədir? Olan informasiya sizə mənə kömək üçün toplayır sadəcə. Yəqin ki, gələcəkdə təhlillər də keçəcəkdir. İndi hələ ki, ilkin variantı. Yəni deməyim odur ki, artıq internetlə bağlı məsələlər o qədər sərhədsizdir ki, o qədər genişlənir ki, yəni burada maarifləndirmə işini elə nəinki orta məktəbdə, mən düşünürəm ki, bəlkə hətta bağçada da aparmaq lazımdır. İndi məsələn bizim bu fikrimiz ola bilər qəribə gəlsin, amma reallıq budur ki, uşaqlar artıq doğulan kimi, hərdən mən zarafatla deyirəm ki, uşaqlar elə bu smartfon telefonlarla bir yerdə doğulurlar. İnternetlə bir yerdə doğulur, sosial şəbəkələrlə bir yerdə doğulur. Yəni, baxsınız, görərsiniz də o kiçik yaşlı uşaqların əlində, ictimai nəqliyyatda, yolda, qohum, əqraba evinə gedəndə və yaxud da elə ən yaxın bildiyimiz adamların, kiçik yaşlı uşaqların, lap balaca yaşından əlində telefon var. Demək ki, biz elə maarifləndirməni həm də oradan başlamalıyıq. Sualımızın ikinci hissəsinə qayıdaq. Mən qeyd etdim ki, biz bəzən etibarlı mənbə hesab etdiyimiz şəxslər ki var və yaxud da media qurumu var, onlar da səhvə yol verirlər və bu yanlış informasiya sürətlə yayılır. Tələsdiyindən, yəni o informasiya... Necə ayırd edək? Orada səhvlər minimum olur da, yəni deyək ki, onların belə bir cəmiyyətə ziyan vuracaq qədər səhv paylaşımları inanmıram olsun. O qaynaqlanır nədən? Deyək ki, biz də bir media qurumumuz, siz bayaq və iş başlayan təqdim elədiniz, bir media qurumumuz var. Məsələn, biz mümkün qədər xəbəri dəqiqləşdirib paylaşmağa bir mənalı olaraq qayda kimi qoymuşuq.
Amma indi dediyiniz kimi başqa bir sayt ya sosial şəbəkə o məsələləri gözləmir. Bir xəbər eşidibdi. Deyək ki, filan icra başçısı belə olubdu. Dərhal onu paylaşır. Ya da filan kəs vəfat edib. Vəfat edib. Çox doğru qeyd edirsiniz və bizim o yazıq məşhur o mədəniyyət xadimləri bundan çox əziyyət çəkirlər. Dərhal mən bu xəbəri verim, oxunsun və hətta ən ciddi saytlar artıq son dövrlər buna yol verməyə başladı. Məsələn, sualımız elə məsələ o istiqamətdədir. Yəni bu informasiyanın sürətli şəkildə ötürüm jurnalistikanın hal-hazırda ən belə deyək də həssas məsələlərdən biri. İndi yox, bu belə neçə 10 illərdir, neçə 100 illərdir bu informasiya agentlikləri yaranandan dünyanın məşhur ilk beşliyində olan informasiya agentlikləri Associated Press-dir, Reuters-dir, France Press-dir, United Press International, İtartas informasiya agentliyi. Bunlar ilk beşlikdə, yəni bunların ən çox yarışdığı nədir? Xəbəri mən tez daha tez verim. Onun da bəlasına düşə bilirsənmi? Düşə bilirsən. Yəni indi bizdə də o yarışlar başlayıb da. Yəni mən bu xəbəri tez bir şəkildə çatdırmalıyım. O ki qaldı şəxslərə, bilirsiniz, mən məsəl üçün təsəvvür eləmirəm ki, X Nazirliyi mətbuat xidmətinin rəhbəri bilərəkdən yanlış bir informasiya paylaşdı. Öz qurumunu müdafiə eləməkdən ötürü, örtbasdır eləməkdən ötürü onun yanlış fəaliyyətlərini falanlarını, orada hansısa bir informasiyanı paylaşır, amma bilərəkdən cəmiyyətə zərər vurmaqdan ötürü ola biləcək bir məlumat paylaşdığını təsəvvür eləyə bilmirəm onu. İndi biz mümkün qədər də məcburuq o informasiyalara inanmağa. Oradan başqa çarəsi yoxdur, yəni. Məsələn, deyək ki, Azərtac informasiya yayıbsa, biz hamımız ona inanırıq da, bilirik ki, bu məsələ yalan ola bilmir. Cənab Prezident bu sərəncamı veribdir və yaxud da ki, filan nazirlik bu qərarı veribdir. Bu məsələlərə inanmaq zorundayıq. Amma bəzi məsələn müstəqil kimi təqdim edən saytlar var ki, dediyiniz kimi o informasiya yarışına, mən tez bu informasiyanın xəbəri çatdıracam davranışına və məsələlərinin artıq belə deyək, o yarışda girova çevrilirlər də. Yəni bu xəbəri tez verməlidir ki, bu yarışda uduzmasın. Əslində bu pis deyil, amma daha informasiya dəqiq olub yarışa girmək daha doğru olardı. Əlbəttə, yəni dəqiqləşdirənə qədər də zaman gedir. Artıq səndən qabaq əgər başqa bir sayt bu məsələni işıqlandırdısa və artıq sənin informasiyan köhnəlməyə başlayır. Burada hətta saniyələr belə məsələni həll edir. Hətta mən sizə deyim ki, bizim media agentliyinin tələbinə görə, məsələn, deyək ki, sən gün ərzində 20 özəl xəbər verməlisən. Deyək ki, eyni xəbəri ikimiz paylaşası olacaq. Siz məndən bir 5 saniyə, 30 saniyə, 20 saniyə, 1 dəqiqə qabaq paylaşsanız, o xəbər sizin ayağınıza yazılacaqdır. Mənim mediam onu özəl xəbəri sayılmayacaq. Yəni, hətta burada belə görürsünüz ki, yarış məsələsi yaranır. Mövzumuz sosial şəbəkədə informasiya təhlükəsizliyidir və siz haqlı olaraq bir məsələni qeyd etdiniz. Vətən müharibəsi dövründə xüsusən də ermənilər tərəfindən profillərin yaradılması bu aktual məsələdir. Ümumiyyətlə biz bu dönəmlərdə mən düşünürəm ki, media daha çox inkişaf edib və buna çox da belə deyəndə hallar nəzərə alınır. Artıq bir misal çəkim, bəzən görürsünüz ki, kimsə paylaşım edir, insanlar deyir ki, mənbə istəyir artıq. Elə məhz sualım nədən ibarətdir? Sualım odur ki, saxta profillər. Məsələn, baxırsınız ki, profil köhnədən yaranır və profil şəkli də yəni qaydasındadır, amma saxta profildir. Biz saxta profili necə ayırd edək? Onun fəallığına, düzdür, məsələn, bizim cəmiyyətdə bir neçə millət vəkilləri bir dönəm təklif verdilər ki, bu deyək ki, sosial şəbəkə istifadəçilərinin kimliyini dəqiqləşdirmək üçün deyək ki, siz hesab açırsınız Facebookda, sizdən şəxsiyyət vəsiqəsinin məlumatlarını istəməlidir. Bu Facebook fəaliyyətə başlayır ki, bu biraz ağla batan kimi olmadı. İndi bunu reallaşdırmaq mümkün olmadısa da, hansısa formada nəsə bir şey fikirləşilməlidir. Çünki bir adam oturur, deyək ki, 10 dənə profil açır. Troll. Bir öz profili və 9 dənə də başqa adlarının profili açır. O profilin təbii ki, özünün təbii işlətdiyi də bəlli olur, o fake profillərdə. Çünki paylaşımlar gec-gec olur, standart paylaşımlar olur. Ondan sonra şəkil və videolardan da bəlli olur. Yəni, azacıq diqqətli olan şəxs bunu müəyyən edə bilir. Bu zaten real həyatda da belə, təkcə virtual həyatda belə deyil ki, real həyatda da deyək ki, məsələn siz yolla gedərkən ətrafınızda baş verən hadisələrə diqqətli yanaşanda görürsünüz ki, bu şəxs nəsə şübhəli hərəkətlər edir. Dərhal onu
aidiyyəti yerlərə xəbər verirsiniz də. Bu eyni şey də orada baş verir. Baxırsan ki, bu profildə belə deyək də, bunun bir şəkli özünə aid deyil. İkincisi paylaşımları nəsə bu şübhəlidir. Hə, amma indi bunu biz müəyyən edə bilirik də, geniş kütlə bu məsələlərə müəyyən edə bilmir, aldanır. Bunun çarəsi yoxdur. Bunun artıq tam belə qarşısını almaq mümkün deyil. Zaten real həyatda da belədir. Deyək ki, kimsə kiminsə evinə oğurluğa giribdir. Hətta o evdə olan adamı da öldürüblər, orada yarıblar evini və yaxud bankı oğurluq edib, soyğunçuluq ediblər. Deyək ki, ev qorunmursa, bank qorunur. Necə oldu bu oğrular gəldilər orada soyğunçuluq elədilər. Bu da virtualda olan baş verən hadisədir də. Yəni bunu tam şəkildə qorunmaq mümkün deyil. Virtualda bizim bank kartlarımızdan müəyyən məbləğlərin çəkilməsi halları. Yenə də məsələ gəlib rəqəmsal savadlığa çıxır. Rəqəmsal savadlıq nə qədər güclü olsa, minimuma endirmək üçün bəli, təbii ki, yəni o məsələni genişləndirmək lazımdır. Minimuma endirmək üçün. Amma tam qorunmaq əlbəttə ki, mümkün deyil. Mübariz müəllim, real misallar çəkdiniz və qeyd etdiniz ki, məsələn, banka soyğun və yaxud da evə oğru girib, yəsini öldürür və bununla bağlı təbii ki, hüquq mühafizə orqanları davamlı tədbirlər görür, bunun qarşısını müəyyən mənada alır. Sosial şəbəkələrdə bu necədir? Məsələn, kimsə trolluqla məşğul olursa və yaxud da ki, yanlış informasiya yayırsa, bununla bağlı mexanizm necə işləyir? Kiberpolis var da, kiber təhlükəsizlik, yəni Daxili İşlər Nazirliyinin aidiyyəti qurumu var. Ondan sonra bildiyim qədər Dövlət Təhlükəsizlik Xidməti çox ciddi, yəni dövləti təhlükəsizliyinə ciddi problem yarana biləcək halda Dövlət Təhlükəsizlik Xidmətinin müdaxilə imkanları var. Xüsusi rabitə informasiya xidməti var, yəni bu məsələlərlə məşğul olan. Bütün bu qurumlar hamısı bu və digər formada tənzimləyə bilir. Bir müddət bundan əvvəl bu günlərə yəni baxdım, kiberpolis növbəti bir əməliyyatını keçirmişdi. Yəni o yaxalayırlar o qruplardan, insanlardan, amma bunun sonuna çatmaq mümkün olmur və görünən də budur ki, bunun sonuna çatmaq çox çətin olacaq. Məsələn, deyək ki, Cənab Prezident dünənləri narkotiklərə qarşı mübarizə üzrə dövlət proqramını təsdiqlədi. Verilən məlumata görə 40.000 qeydiyyatda olan narkoman var. Biraz rəqəmdə tam dəqiqlik olmur. 40.000-40.000-in üstü ola bilərdir. Rəsmi məqamlara görə qeydiyyatda olan narkoman var. Biz narkomaniyaya qarşı mübarizə aparırıq mı? Aparırıq. Özü ciddi şəkildə aparılır. Bəli, ciddi şəkildə. Nəticədə rəqəmlər böyük. Amma yəni yenə də ortada bu rəqəm var. Bu onu göstərir ki, cəmiyyət varsa bu problemlər də olacaqdır. Sadəcə olaraq minimuma endirmək, həmin o kiber təhlükəsizliklə mübarizə aparan qurumlar, sizin kimi qeyri-hökumət təşkilatları, mütəxəssislər yazılmalıdır, maarifləndirilməsi, cinayətkarların yaxalanması. Hesab edirəm ki, bu şəkildə mübarizə o məsələləri minimuma endirə bilər. Mübarizə ümumiyyətlə beynəlxalq təcrübədə bu məsələlər necə həyata keçirilir? Məsələn, qərb təcrübəsində bu məsələlə bağlı, yəni mübarizə tədbirləri hansı formada keçir və yaxud da biz onların təcrübəsindən hansı formada istifadə edə bilərik? Mən sizə deyim ki, elə bir xüsusi bir mübarizə metodları aparırlar. Xeyr, yəni bu özdə internet məkanda cinayətkarlıqla məşğul olanlar, deyək ki, Azərbaycandakı prosesləri heç Azərbaycanda olmayan adamlar da apara bilirlər. İnternet sərhədsizdir. Ona qarşı bir mənalı mübarizə aparmaq imkanları mümkün deyil. Deyək ki, indi məsəl üçün Facebookda hansısa profil yaradaraq çalışma aparsa, Facebookun qurucusu, yaradıcısı indi Amerikada əyləşibdir. Çox ciddi problem olanda o səhifəni və yaxud profili bloklayırlar, bu məsələ bitir. Amma ümumən belə deyim ki, qeyri-adi bir mübarizə üsulları kəşf ediblər, onlar onunla mübarizə aparırlar. Biz aparmırıq, xeyr, elə bir şey yoxdur. Orada da eyni polisin mübarizə apardığı məsələlər var, cəmiyyəti maarifləndirmə cəhdləri. Amma hər gün orada da internet üzərindən tora düşən en qədər insanlar olur. İstər hətta insan alveri məsələləri, uşaq alveri məsələləri, narkotik satışı məsələləri. Yəni internetdə artıq bu məsələlər hüdudsuzdur. Mən bu yaxınlarda bir hüquqşünas dostumuzun kitabının təqdimatında iştirak etdim. Orada elə bu məsələlərdən toxunulurdu. İnsan alveri məsələsinin internet üzərindən insan alverinin, qadın alverinin həyata keçirilməsi və bunun şəbəkə əməli başlı internetdə çox ciddi şəbəkə formalaşır. Yəni görürsünüz, bu nə qədər inkişaf edib bu məsələlərlə. Mən sizə deyim ki, bu məsələlərin çoxusu bizə qərbdən gəlir. Yəni orada inkişaf edir bu məsələ və artıq başlayır yayılmağa.
Mən düşünürəm ki, yenə də biz mümkün qədər fəaliyyətimizi daha da genişləndirməliyik. Məsələn, biz 44 günlük müharibənin qalibi olan dövlət cəmiyyəti olaraq rahat olmamalıyıq, rahatlaşmamalıyıq. Bizə qarşı indi informasiya təhlükəsi, informasiya üzərindən baskılar daha çox artıbdır. Sanki bu müharibənin qalibi olmağımızın qisasını bizdən almaq istəyirlər. İndi daha amansız müharibə gedir informasiya üzərindən. Gənclərimizi zəhərləyirlər. Yad ideologiyalar onları təbliğ eləməyə çalışırlar. Cəmiyyətimizə yad ideologiyaları ötürürlər, ailələr dağılır. Və insanlar, məsələn, öz dövlətinə qarşı qaldırmağa çalışırlar. Gəncləri, bir başqa qrupu, müxtəlif orada məsələləri əsas götürərək falan. Bu mənada mən düşünürəm ki, informasiya təhlükəsi, internetlə gələn kütləvi mədəniyyət, dırnaqarası mədəniyyət, bizim təbii mədəniyyətimizi, mədəni dəyərlərimizi çox ciddi təhdid altında saxlayır. Qloballaşmanın həm də ziyanlı tərəflərindən biri olaraq bunu göstərə bilər. Amma mən yenə də o ümidimi itirməmişəm. Hesab edirəm ki, bizim də cəmiyyət var, mövcuddur və çalışmalar da gedir. Biz mümkün qədər bu məsələlərdən az zərərlə, ziyanla çıxmağa çalışmalıyıq və çıxacağıq. Mübariz müəllim, çox sağ olun dəyərli fikirlərinizə görə. Biz də belə deyək, ictimai birlik olaraq bu verilişləri çəkmədə məqsədimiz məhz insanların maariflənməsi, eləcə də sosial şəbəkələrdən düzgün istifadə etməsi baxımından önəmli hesab edirik. Çünki sosial şəbəkələrdən hər kəs eyni formada istifadə edə bilmir. Hörmətli tamaşaçılar, layihəmizin daha bir verilişinin sonuna gəldik və biz burada xüsusən də informasiya təhlükəsizliyinə təhdid məsələlərindən, eləcə də beynəlxalq təcrübədən danışdıq. Mən düşünürəm ki, cəmiyyət olaraq hər birimiz bu məsələdə məsuliyyətli olmalıyıq. Paylaşdığımız bir şəkil və yaxud da ki, hər hansı bir məlumat bizim əleyhimizə işləyə bilər. Bu baxımdan siz özünüzü qorumalısınız. Hər birimiz əgər özümüzə məsuliyyətlə yanaşsaq və hər paylaşımımıza diqqət etsək, düşünürəm ki, müəyyən qədər də olsa bu məsələdə özümüzü sığortalaya bilərik. Növbəti buraxılışımızda görüşmək ümidi ilə.